Azərbaycanın möhkəm makroiqtisadi və makrofiskal dayanıqlığı təmin edilibdir. Məlumdur ki, ölkəmizdə hazırda çox geniş sosial proqramlar həyata keçirilir. Ölkəmizin bir çox sahələrində, ümumiyyətlə bütün sahələrdə yeni yanaşmalar tətbiq olunur. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən bu işlərin, bu tədbirlərin nə dərəcədə böyük uğurlu nəticələrə malik olduğunu görürük. Azərbaycanda iqtisadi sahələrə cavabdeh nazirlər son aylarda televiziya kanallarına ard-arda müsahibələr verirlər. Adətən mətbuata açıq olmaları ilə seçilməyən bu rəsmilərin çıxışlarında əsas diqqət ölkə iqtisadiyyatındakı müsbət göstəricilərə yönəlir. Onlar qeyri-neft sektorunun inkişaf etdiyini, dövlət büdcəsinin gəlirlərinin artdığını və işsizliyin azaldığını bildirirlər. Lakin rəsmi statistika bu mənzərəni tam təsdiqləmir. Belə ki, bu ilin ilk 5 ayında Azərbaycanın ümumdaxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə artmayıb. İlin ilk 4 ayında isə ÜDM ötən ilin müvafiq dövrünə nisbətən 0,3% azalıb. Milli Şuranın sədri Cəmil Həsənli Toplum TV-yə deyir ki, bu olduqca qorxulu tendensiyadır. O, müqayisə üçün təbii resursları məhdud olan Gürcüstan və Ermənistanı nümunə çəkir. Hər iki ölkədə bu ilin ilk 5 ayında iqtisadi artım təxminən 8% təşkil edib. Bunu müzakirə etmək və fövqəladə tədbirlər görmək əvəzinə, məsələn, İqtisadiyyat Nazirinin çıxardırlar televiziyada, müsahibə keçirilir və müsahibədə də vəd olunur ki, hər şey yaxşıdır, yatırımlar belə gəldi. Deməli, bir yığın çətin anlaşılan ifadələrdən makroiqtisadiyyat, mikroiqtisadiyyat, skeptik yanaşma kimi ifadələrdən istifadə edirlər və hər şeyin yaxşı olduğunu inandırmağa çalışırlar. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən ay müsahibəsində ümumdaxili məhsulun azalması barədə də danışıb. Lakin o bunu dövlət tərəfindən həyata keçirilən tikinti layihələrinin ertələnməsi ilə izah edib. Kəskin azalmanı görürük, bu tikinti sektorudur və yenə də vurğulamaq istəyirəm ki, bu daha çox özəl tikintinin azalmasından daha çox dövlət tərəfindən. Yəni başqa sözlə biz bu prosesi anlayırıq, bunun səbəbləri nədən ibarətdir və bunu aradan qaldırmaq üçün hansı tədbirlər həyata keçirilməlidir. İqtisadçı Rövşən Ağayev isə Toplum TV-yə deyir ki, nazirin açıqlaması iqtisadiyyatın dövlət sektoru üzərində qurulmasının etirafıdır. Yəni bu o deməkdir ki, əgər dövlət layihələri olmasa, neft pullarının iqtisadiyyata yönəldilməsi olmasa, Azərbaycan iqtisadiyyatı daha çox tənəzzülə doğru gedər. Bu əslində İqtisadiyyat Nazirinin dolayı şəkildə etirafıdır ki, hətta qeyri-neft sektorunun özü də dövlət investisiyalarından asılıdır. Azərbaycanda neft-qaz sektoruna düşən ümumdaxili məhsulun həcmində də bu il 1% azalma müşahidə olunub. Rövşən Ağayev bunu neft hasilatındakı azalma ilə izah edir. Rəsmi statistikaya əsasən ilk 5 ayda xam neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3%, ixracatı isə 15%-ə yaxın azalıb.